Hello əzizlərim, bu yaxında Cansu Cosmetics'dən məhləmizdən tester duş almışdım. Tester deyiləndə bu boyda nəzərdə tutulmur. Tester deyiləndə belə nəzərdə tutulur. Tester ətirlərin, parfümlərin fərqi ondadır ki, parfümün qabı yazılı, bəzəkli, düzəkli olur qutusu. Amma testerlarda olur belə ağ rəngdə, bej rəngdə, açıq mavi rəngində, pastel tonlarında da, açıq çəhrayı rəngində, yəni belə formada olur. İçində tam-tamına olur, yəni tam boy olur və ən yaxşı xüsusiyyəti odur ki, testerlər daha qalıcı, daha şleyfli olur. Bu bir hilədir. Sonra testerlər əslində mağazalara verirlər bu testeri insanlara vermək üçün, amma satırlar nə olsun ki, daha yaxşı və testerin daha bir üstünlüyü nəyə görə büdcəyə uyğundur. Tutaq ki, hər hansı bir ətirin qiymətlə asılı olmayaq 30-50 mililitrisi neçəyədirsə, ən böyük boyu 100-80-90 boyu olan, baxır da hər ətirin öz tam boyu var, o qiymətə olur. Yəni ki, büdcə baxımından da əlverişlidir. Bundan əlavə, bu ətri mən 15-20 il əvvəl istifadə edirdim. Sadəcə o günləri, geçsin o günlər gəldi. Yox, qonaq gəlsin, qonağı sevirəm, gələn qonağa canım qurban. Yəni ki, elə bir qonaq idi ki, sevirdim. Yəni ayağımın sınmağını deyirəm. Elə qonaq gəlsin istədiyi var. Hə, gəlmişdi qonağımız, soruşuram ki, nəsə, baxıram, həm tanış gəlir, həm də xoş ətir gəlir. Düzdür, mən tünd, şirin ətirlər sevirəm. Bu məhz gül ətirlidir. Deyir ki, bəs 50th Avenue. Yadıma düşdü ki, istifadə edirəm. Baxın, 62 manata almışam. Yəni, qapağı bəzən olur, bəzən belə yalandan qapaq kimi bir şeylər olur. Tester daxil. İnandırım sizi. Həm sərin, həm tünd, həm açıq, həm şirin. Hamısını sevən bunu sevəcək və 365 gün gündəlik də istifadə etmək olar. Qonaq gedəndə də və büdcə uyğundur. Cansu Cosmetics'dan mən bunu 62 manata almışdım. Düzdür, bizim qonağımız Düsifridən almışdı. Amma çox qəşəkdir bu. Və bunu mən dəmləyəcəm. Dəmləmək haqqında isə həm 3 TikTok səhifəmdə, həm YouTube kanalımda, həm Instagram səhifəmdə, hesabımda, həm də Facebook'da, hər yanda Rahimə Aflatunam. Ayrıca video var. Kimə harda uyğundur, arasın, axtarsın, baxsın. Arayancıda hamısına belə baxış sayımı artırsın. Link filan göndərmirəm. Özünüz axtarın, tapın. Bu yaxında paylaşmışdım. Çox sevdim, çox. Yaxşı ki, üzbəüzdədir Cansu. Başqa yerə düşmürəm. Belə, bax, tərində bura keçirdirik. Hər zaman ətirli olun, həyatınız ətirli olsun. Mən inanıram ki, bunu hər bir insan sevəcək, hər bir xanım sevəcək, bəylər üçün də çox uyğun. Şəxsən deyirlər,